Salam deyirəm. Yine keçən həftə kimi bugünkü planım da iptal oldu. İnanırsınız qızlar, nədirsə bu zaqara adını çəkəndə mənə düşmür. Çantamı hazırlamışdım, panikimi hazırlamışdım, hər bir şeyim, baş gülüm belə yəni hazır idi. Nəysə, nəyə niyyət, nəyə qismət. Mən həftə sonları belə olmalıdır. Oyandım ki yine hava o değil. İndi də biraz istilənib. Günorta yəni saat 1-də də vəbşə bulutluydu hava. Gəldim hara, Amara açılığa. Geçen burada yemek falan sipariş verecek. Sərin, qarpız, pendir. Bir baxaq da görünə yeməklər var sonra. Belə qapqarada giymişəm, çıxmışam. Nasıl bilgirdiysə yəni əsəbləşdim də. Yay çıxır, iyul ayındayıq. Mən elə baseni açılışını eləməmişəm də yəni. O qədər sevirəm ki, əvvəl çox sakitçilik idi. İndi düzdür, ailə uşaqlar həftə sonları çox gəldiyi üçün indi sakitlik deyil. Hamıda uşaqlar ağlayır, qışqırır. Orada uşaqlar üçün baxın, sürüşkənlər var. Çox deyir, ərazini belə gəzməklə bitən deyil. Bilmirəm kimlər olub, kimlər olmayıb. Aşağını istəyirdim, orada doludur, yeri yoxdur. Onun üçün orada tura bilmədim. Sürmək üçün şeylər də var su gölün içində. Sonra atlar var. Çoxdur, yəni ərazi çox böyükdür. Gəzməklə bitən deyil. Atlarla, yəni gölün kənarında bax belə oturaram. Çayımı içərəm. O qədər qızlar huzur verir ki, yəni kim gəlməyibsə, gəlsin mütləq bura. Ailə uşaqla da gələ bilərsiniz, amma qeyd edeyim ki, biraz ürəyiniz sıxılıb tək qalmaq istəyirsinizsə, elə gəlmək daha məsləhətdir. Gəlirsiniz, yeyirsiniz, qəşəng, sonra çayınızı, kofenizi sifariş verirsiniz, oturursunuz burada, sadəcə gölü seyr edirsiniz. Bütün deyim ki, relaks olacaqsınız, bütün əsəblərimizin hamısı sakitləşəcək. Bunlar sipariş verdim. Mən sevimli mangal salatından sipariş verdim. Çoban salatı, pendirli, neyse. Birincidən bunlar gəldi, sərin qarpız, pendir. Bunları yiyək, dacıda onlar gəlsin. Qarpız, pendir o qədər sevirəm ki, yemək yanlamış, yeməyi yarlamışım, bunu doymuşam. Yorumları oxuyuram, yazımcı fikir sorusu blog yox. Evin işin falan. O qədər tez-tez belə edirəm, elə bir dərindən işi yoxdur, indi elə edirəm, tez-tez olur. Yadımdan çox çəkmirəm, olan qalan da biraz işim. Hər gün də sizi yormaq istəmirəm, eyni çəkilişlər, eyni evlər, təsəvvürlər falan, rahat çıxabilməm, full makyajsız çıxmışam. Alt gözlər makyaj edirəm, həftə içində makyaj edirəm, qaçadaşla edirəm. Anı yaşayıram da yani. O kadar huzurlu. Yani o tarafta otursak daha sakitseydi. Bu tarafta bu sürüşkene göre uşaqlar biraz çoxdur. Ben səhvli elədim, gəldim uçtum bu tarafa. Bu tarafta otursak düşünürəm ki daha şey olar. Əsəblərim sakitləşir. Ben belə təbiəti çox sevirəm. Hədsiz dərəcədə çox sevirəm. Yəni rayondur, belədir. Bir dəfəmli yox, rayonda falan bir dəfəmli yaşamaq yalan deyərəm, amma hər həftə sonunda belə deyiləm. O qədər sevirəm ki, açıq havada. Apreldən o yana qapalı yerdə qalmaq istəmirəm, ancaq istəyirəm ki, açıq hava olsun. Baxın, maşınla içəri haradasa giriş var. Mən burada dəfələrlə gəlmişəm, amma maşını çöldə saxlamışım. Dəfə maşınlarla girdikdə düşünürəm ki, bunlar hardan girirlər. Mən bizim harada saxlamışam, maşını içəri gəlmişəm. İşte. Maşın doldu mu içəri. Bunlar görürsən hardan giriş edirlər. Bir dənə böyük qapısı var bunun, oradan ödənişi var. İçərinin bu arada girişinin ödənişi 5 manat. Adam başı. Bir dənə oradan girişi, oradan da maşını bıraxmırlar. Yəqin ki, başqa bir yeri var. Necə olur bəs? Onu tapmaq lazımdır. Maşınla gəlsəydi daha rahat olardı. Mıy. En sevmədim gec gətirirlər bax. Hər şey gətirdim, mangal salatı qalıb. Burada siqnal, burada siqnal var. Buradan onu vururum. Mən yeyinirəm yemək üçün. Qarpızı yedim çörəksiz. Bura. Qarpızı yedim çörəksiz. Yeməyi də yeyirəm, mangal salatı olmadı. Yeyinirəm ben sonradan gətirəndən sonra. Təşəkkürlər, müştərilər çoxdur ya. Amma düzgün deyim, kebabı möhtəşəm. Ciğer kebabını hədsiz dərəcədə sevirəm. Möhtəşəm.
qızlar, neynədim? Evə qarpız almamışdım, uşaqlara görə qorxurdum. Həsən də Həsən deyir ki, qarpız istəyirəm, amma yəni qorxurdum. Nəysə, bizim dayıcıya alım. Qarpızı aldım, baş çıxmır, elə marketdən ilk belə baxdım. Bir dənə yaxşılığı çox olanı götürdüm. İndi baxaq görək necədir. Oo, bıçaq vuran kimi partladı. Bismillah. Sən yaxşı yoxdur axı. Üstü o yaşıl. Baxın. Demək ki, yam-yaşıl olan qarpızı almağa dəyərmiş. Bunu indi doğrayım, koyum xaladelikə. Biraz sərməsin. Sonra evdə pendir var idi, pendir almışdım. Səsim, mikrofon qoşmamışım, səsim inşallah yaxşı gələr. Sən onu bəyənmirdim ki, mənim yumuşaqdır. Nədir də bilmirəm. Nəysə, indi başqa pendir almışam. Sənə görə marketə girdi, indi bundan çıxdı çəkmək. Belə. Qəşəng doğrayım. Qarpızı çox sevirəm, amma sərin bir üstünü halda. Uşaq baxdı, həm də burasını yedim. Baldır. Allah be. Bir de şeyden güzel almışım, hiç olmuyorum aslında. Başım çıkılmış. Başım çıkılmış. Burasını seviyorum, hepsi. Özel sadede. Bunu da koyalım. Buzdolabına. Biraz servisleyin. Kızlarım, bakın. Burada kurtardım. Qablarla da sizi bezdirirəm. Bütün qablarım hamısını yığdı. Qazın için təmizlədim. Bir dənə sabahı yeməmişəm əmrə. Aslında sabah ev günündür. Ona görə hava yaxşı olsa yenirəm. Hara gedirəm, hara start edirəm. Belə. Bunu belə doldurdum, təzədən qaynamaya qoydum. Çayım dəmli. Saat deyim ki 12'dir. 12'dir, mən evlədim. Nəysə, bütün işimin hamısı qutarıb. İpdəki paltarları yığdım. Maşına dəsmallar vardı. Paltar da yoxdur. Dəsmallar çıxdı. Oradan buradan şahına çilib falan. Onları da attım maşına. Da tamam. Həmişə kimi qızım evi təmizləyir. Uşaqlar çimdir. Hərəsi bir otaqda kompüterlə oynayır. Ev sizə deyim ki, çiçək kimidir. Bir dənə bir işim qalır. O da nədir? Bunları ipdən yığmışam. Bunları bəsləyəcəm, bəttalayacam. Təcrübəcəyim qaldı. Belə bir söz var. Bu mənim Kupalnikimin sumkası, çantası. Belə bir saçım çəkəmərək güllər almışam. Qismət olmayıb hələ. Hələ qismət olmayıb. Deyəsən ancaq hələ evdə çəkəcəm. Belə şey yoxdur Allaha. Belə şey yoxdur. Nəysə. Buradan vurmaq üçün şundan da rəngini almışam. Bu rəngini götürmüşəm. Çox qəşəng. Baxın, panik bir də bu rəngdədir. Açış eləmirəm də. Belə şey olmaz. Qoyun bura, başucuma. Nədən gözümü açaram. Görərəm işdir birdən hava qəşəngdir. Bunları qatdalamaq. Bunları da sizdən danışa eləyim. Heç bir işim qalmayacaq qızlar. Maşallah olsun. Az belə eləyirəm deyə, heç də qalmır. Bu şalvarım da ətəyi izah eləmişim. Ətəyi uzundur. Bir dəfə kəstirəm. Yerə dəyir, kəstirəm, otur. Neysə. Bugün giyinmişdim. Bırakmışsa bölümden 5 dakikada kalsın. Çatından bir tarafından bir tutuyor. Böyle. Sonra neyimiz var burada? Köyneydi benim ikili. Sonra bunları katlayıp bir koyacağım. Uşakların içi. Uşakların içi. Böyle rahat olmadı. Ev
evi ki akşamdan təmizləyəm. O kadar rahat oluram. Tezdən yəni heç bir işim qalmır. Heç bir işim qalmır. Bir dənə sonunda girəcəm, duş alacağım. Yox. Kremimi skaflanmadan duracağım. Oturup biraz telefonla oynayacağım. Daha kaçan yıkmasam yıkılayaram. Belə. Sonra hava qəribədir. Tezdən şey olur. Adı nədir? Bulut kimi. İndi bir isti var. Niyə belə olur? Günorta saat hardasa 3-dən 4-dən sonra isti oldu. Ona kimi ama sərin idi də. Yəni basenli falan hava deyil. Havanı tutuzda bilmirik. Akşam saat tərsinə olur. İsti qopur. Tezdən də sərin olur. Hə. Sonra sizde bu video paylaşmıştım. Sualcılar mesela yazmışsınız, yorumlar yazmışsınız. Bunlara bitirin, bakın biraz onlara cevap vereyim size. Ne yazmışsınız? Kız geldi buranın temizlemeye. Böyle şartlar. Belə, buradaki paltarlarını da qattaladım. Heç bir işim qalmadı. Bir dənə duş alacağım. Yox, oturup videolara baxacağım. Gecəniz xeyrə, yuxunuz şirin. Ümid yazmaqları unutmayın. Sağ olun, nə deyirəm, özlərə alırsınız. O gündən verdim ki, özünüz haqqında nəsə yazın. Gördüm yorumlarda bəziləri yazırlar. Öpürəm sizi, qızlar, yaxşı ki varsınız. Sevirəm hər birinizi.